Biz ki İmam-ı Zamanın gəlişinə inanırıq, sabaha inanırıq. Mənası budur ki, biz sabahı bu insan evladının yer kürəsində yaşamının zülmünə başlayıb zülmünə bitəcəyinə inanmırıq. Məzlumun haqqı tapdalanılacağına inanmırıq. Əksinə, insanların xoş gələcəyinə inanırıq. İmam Məhdi gəlişinə inan bizlərə bunu bağışlayıb və biz o həzrəti salamlayırıq. Bizə deyiblər o həzrəti yad eləyirsiniz. Yad eləməklə siz qurulacaqsınız. İmam-ı Sadiq danışırdı, dedi, hər gün İmam-ı Məhdiyə salam deyir. Bunu nəql eləyir Ömər ibn Zahir. Ömər ibn Zahir deyir, ağa ki bu sözü dedi, bir nəfər yaxınlaşdı, dedi, ağa, eləyə bilərəm deyim hər gün əssəlamu aleykə ya əmirəl-müminin? Ağa dedi, yox, bu sözlə yox. Dedi, niyə? Dedi, əmirəl-müminin kəlməsini Allah Əli əleyhissalama məxsus edib. Əli əleyhissalamdan öncə də, Əli əleyhissalamdan sonra əhl-i beyt imamlarına belə əmirəl-müminin demək haramdır. Əmirəl-müminin Əli əleyhissalama məxsus ləqəbdir. Dedi, bax, mən nə deyim? Dedi, hər gün ona salam verəndə bu cür de. Denən, əssəlamu aleykə ya bəqiyyətəllah. Salam olsun sənə, ey Allahın baqi saxladığı, töhvə kimi qoruyub, vədiyə kimi saxladığı. Mən həmişə bu sözü deyəndə bu misalı vırıram. Bəqiyyətullah, yəni bir şeyin baqisi qalanı. Baxın, bütün peyğəmbərlər içindəcən dünyaya gəlib, hamısının bir dənə arzusu var idi, bir dənə cəmiyyət yaradalar. O cəmiyyətdə cinayət olmuyor. İnsanlıq, səfa, səmimiyyət, xoş güngüzaran hakim olan. Amma heç bir peyğəmbər o şirin günü görə bilmədi. Hamının ürəyində bu arzu olaraq qaldı. Amma o şirin günün baş verməsin İmam-ı Zamanı Allah saxladı. O da deyir bəqiyyət Allah. Bizə deyiblər o həzrəti yad eləməklə öz-özü quruz, düşüncözü quruz, mənəviyyatınızı quruz.